Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi Kənd Mayıs Mirzəcanov adına tam orta mütəssil məktəbinin radio qovşağı efirdədir. Aparıcınız mən, 6 sinif şagirdi Səfərli Nigar. Mövzumuz Azərbaycan Heykəltaraşlıq Məktəbinin görkəmli nümayəndəsi Toxay Məmmədovun yaradıcılığına həsr olunur. Azərbaycan Heykəltaraşlıq Məktəbinin görkəmli nümayəndəsi, xalq rəssamı, SSR və Azərbaycan Dövlət Mükafatları laureatı Professor Toxay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltaraşlıq sənətinin çox uğurlu nümunələridir. O imarətin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. Bakıda və Rusiyada təhsil alan, böyük müəllimlərin sənətinin sirlərini öyrənən sənətkar, uzun illər Azərbaycanda heykəltaraşlıq məktəbinin inkişafına töhfə verdi. Pedaqoji fəaliyyət göstərir. Bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edir. 1927-ci il iyulun 18-də Bakıda dünyaya gələn Toxay Məmmədov Azərbaycanın ilk qadın heykəltaraşı Zivər Məmmədovun ailəsində boya-başa çatdı. O Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin 3-cü kursunu bitirdikdən sonra Leningradda, indiki Sankt-Peterburq'a gedərək Mürekkil alınan Rəssamlıq Akademiyasının Heykəltaraşlıq Fakültəsinə daxil oldu. Ali təhsilini başa vuran Toxay Məmmədov Leningradda heykəltaraş kimi fəaliyyət göstərir və orada Rəssamlar İttifaqının üzvü seçilir. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyir. Toxay Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini uzaqlıqda yaradır. 1953-cü ildə ilk dəfə ağacdan Dahi Nizami Gəncəvinin təsvirini yorur. Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə Toxay Məmmədov istifadə edir. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərilməsi diqqət cəlb edir. Bu qəbirdə onun Səməd Vurğun, xalq rəssamı Qəzənfər Xalıqov, Nəriman Nərimanov, uzunömürlü Azərbaycan şairi Şirəli Müslümov və başqa əsərlərini qeyd etmək olur. Heykəltaraş Toxay Məmmədovun yaratdığı portretlər qalereyasında həmçinin mərmər, tunç, gips materialından hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olur. Bu baxımdan Üzeyir Hacıbəyli, Rüstəm Mustafayev, Vəzifə Səmədova, Süleyman Rəhimov, Frederik Chopin, Mozart və Koroğlu büst portretlərini qeyd etmək olar. Heykəltaraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Toxay Məmmədov heykəltaraşlığın qabartma sahəsində də yada qalan nümunələr yaradır. Bunlardan ən dəyərlisi Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Heykəltaraşın gənclik illərində yaratdığı bu əsər beynəlxalq sərgilərlə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülür. Xalq artisti Binücə Qəbrüstü abidənin də müəllifidir. Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirməhsud Nərbabın Azərbaycan vokal məktəbinin hansı bülbülü Qəbrüstü abidələrini Toxay Məmmədov yaradır. Toxay Məmmədov yaradıcılığı hər zaman diqqət mərkəzində olur və daim yüksək qiymətləndirilir. O bir çox ölkələrin mükafatları ilə təltif edilir. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından şərəf və şöhrət orderlərinə, Azərbaycan Respublikasının prezidentinin fəxri diplomuna layiq görülür. Toxay Məmmədov 2018-ci il mayın 2-də vəfat edib və 2-ci Fəxri Xiyabanda dəfn olunur. Dəyərli radio dinləyicilərimiz, bu həftəyə olan sonuncu radio efimizin sonuna gəldik. Yeni həftədə eyni məkanda görüşmək ümidilə. Sağ olun, salamat qalın.